İmişli rayon bax xəstəxanasıdır. Babalar hamısı 103'lərdir, bax daha. Gecə saat 2-də. Bir dənəsi bax 103'ü göndərməyiblər. Xəstəm mən ölür, deyirlər ki, bizdə 103 yoxdur, biz gələ bilmərik. Babalar hamısı 103'dür, bax daha. Hamısı 103'dür. Bax da. Bu millət hara baxır, baş həkimin yanına getmişəm, indi Şahin həkimin yanına. Deyir ki, mən xəbərim var. Xəbərim var idi, amma mən bir dənə 103 göndərməyim, bax daha. İmişli rayon xəstəxanasıdır, bax daha. Ambulansda işləyənlər də hamısı bax buradadır. Bax daha. İmişlidə hamilə qadın xəstəxanada ölüb. Məlumata görə İmişli rayonu Cəfərli kənd sakini 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib. Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb. Faktla bağlı araşdırma aparılır. İmişlidə hamilə qadın və bətnində olan uşaq xəstəxanada ölüb. İmişli sakini Mirvari Əbülfət qızı Hətəmova hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib. Doğuş prosesində halı pisləşən 42 yaşlı ana və bətnində olan uşaq ölüb. Ölən qadının həyat yoldaşı Daşqın Əhmədov bildirib ki, həyat yoldaşı hamiləlik sancısı ilə xəstəxanaya aparılıb. 9 ayda, yəni 8 dəfə həkimdə olub. Yəni hər şey qaydasında, yəni bütün kağızları, sənədləri də var. Bir problemi yox idi. Güngül varı sancı ilə gətirdim sağ-salamat. Dedi ki, da burada gözləmə, həkim gələnə kimi çıx get ilə. Çıxdım getməyə və çatan Məmməddə dedilər ki, bəs belə-belə. Qeyd edək ki, qadın hamiləliyin 18, 22 və 35-ci həftəliyində həkim müayinəsində olub və hamiləlik dövründə heç bir patologiya